Bir nəfər biznes qurur. Hər şeyi hesablayır, hər şeyi. Bunu belə eləyəcəm, onu elə eləyəcəm, filan yerə filan qədər yatırım eləyəcəm, filan qədər sonra qazanc əldə eləyəcəm. Hər xırda detalı hesablayır. Nə etsəm müştəri məndən razı qalar, nə etsəm filan bazarı əldə eləyərəm, nə etsəm filan biznesmenlərin yanında hörmət qazanaram. Hər şey hesabladı, hər şey. Nə yaddan çıxıb? Bir dənə Allah. Allah bu biznesin arasındadır, işimin arasındadır. Bir nəfər gəldi mənə bir dənə imanlı insanlardan biri yaxınlaşdı. Dedi, bir iş quram, danışdı. Qulaq astım, qutardım, bir cümlə sual verdim. Bu nə qədər düşündü, çıxdı, getdi. Bir iş idi. Dedim ki, danışdın, eşitdim. Bu işin Allah harasındadır? Bir də barmağımı qoyub, nə Allah buradadır. Harasındadır bu işin? Yox. Bax, nəsiyə Allahdır. Ola bilsin bu insana gündəlik dili vərdiş edib, inşallah, maşallah deyir. Yığanda məsələn, hansısa bir ticarətçiyə deyir, inşallah görüşərik. İnşallah deyir ha, amma nəsiyə Allahdır, Allah unutur. İnşallah, maşallah, Allah tutmasın. Mən bir ateistlə söhbət elədim. Bir söhbətimiz getdi. Ortada qayıtdı, inşallah, yaxşı olar. Bu inşallah bundan tutmuruq əqidə önünə. Dedər, söz dilimin sözüdür. Ateist deyir, inşallah, yaxşı olar. Deyir, mənə dilimin sözüdür. Bəzi vaxtda iman əhli Allahı unutur, dilinin sözüdür, inşallah. İnşallah, Allah yoxdur, iş yoxdur işin harasında. Haradadır, deyil mənə. Bir dənə Allah haradadır, biraz belə küncdə, bucaqda bir dənə səccadəsi var. Orada Allah, o da bilirsən, rükusunda da yadına işi düşür ki, filan kəsə yığmalıyam, danışmalıyam. Bir alim deyirdi, bəzi insanların ibadətindən dünya iyi gəlir, bəzi insanların ticarətindən Allah iyi gəlir.